Hörmətli müəllimlər, əziz şagirdlər, hər birinizə xoş gördük. Bugün buraya toplaşmaqda əsas məqsədimiz sizi şagirdlər və pedaqoji kollektiv arasında vərəmlə bağlı maarifləndirmə işi üzrə layihə rəhbəri Çingiz Ramazanovla tanış etməkdir və bugün digər bir qonağımız da var, təşkilatın təlimçisi Kənan Bayramov. Gəlmə məqsədimiz nədən ibarətdir, onu sizə birinci bildirim. Məqsədimiz vərəmlə bağlı qabaqlayıcı tədbirlər haqqında sizə məlumat vermək, vərəmlə bağlı şagirdlər və pedaqoji kollektivi məlumatlandırmaqdır. Bilirsiniz ki, son dövrlər dünya ölkələri, eləcə də xalqları yoluxucu xəstəliklərdən çox əziyyət çəkir və bu səbəbdən vərəmdən qorunmaq yollarının izah edilməsi prioritet sahələrdən biridir. İndi isə sözü verirəm Çingiz Ramazanova. Buyurun Çingiz müəllim, söz sizdədir. Çox sağ olun. Mən də öz növbəmdə hər kəsi, məktəb rəhbərliyi başda olmaqla, burada iştirak edən hər kəsi öz adımdan, öz təşkilatım adından salamlayıram, öz təşəkkürlərimizi bildiririk ki, bu vacib bir mövzunu açıqlamağa, vacib mövzu barəsində sizinlə bax belə oturub söhbət eləməyə, sizinlə gəlib görüşməyə şərait yaratmışsınız. Deməli, əvvəla bir balaca giriş sözü ilə mən başlayacağam, söhbətimizi təlimçiyə verəcəyik. Biz vərəm haqqında, nəyə görə vərəm haqqında gəlmişik, ümumiyyətlə biz kimik və nəyə görə buradayıq, siz bizim haqqımızda yəni biraz fikriniz olsun. Bizim rollaplara fikir verirsiniz, yəni bizim təşkilatımız Vərəmsiz Gələcəyə Doğru İctimai Birliyidir, konkret olaraq vərəm sahəsində işləyirik. Bu tədbirdən sonra da internet resurslarında, əgər YouTube kanalında və yaxud da ki, Facebook səhifəsində, eyni zamanda istənilən sosial şəbəkədə, öz saytımızda belə hətta, harada yazsaz axtarış sahəsində Vərəmsiz Gələcəyə Doğru bizim işlərimizi görəcəksiniz. Bizim başqa məktəblərdəki, bax, görəcəksiniz necə bizim bu formatda tədbirlərimiz olubdur və mövzu nəyə köklənibdir? Bax, sizin kimi cavan, yetişən nəslin, şagirdlərin və eləcə də onların valideynlərinin bu vacib, ağrılı mövzuya diqqətini yönləndirmək. Yəni, nəyə görə biz vərəmi prioritet seçmişik? Tarixə fikir verəndə özünüz də biləcəksiniz, orta əsrlərdən tutmuş ta bu tərəfə qədər həddindən artıq vərəmdən də güclü xəstəliklər olublar. Taun kimi, vəba kimi və bir sıra çox xəstəliklər olublar ki, onlar o zaman müalicəsi olmadığına görə şəhərləri, kəndləri viran qoyurdular və insanların, bəşəriyyətin əlində yeganə o qalırdı ki, məsəl üçün, əgər bu xəstəlik bir kənddə yayılırdısa, digəri kəndə keçməmək üçün sakinlərlə bir yerdə bütün kəndi yandırırdılar. Yəni, başqa yolu qalmırdı ki, yəni ki, digər kəndə keçməsin. Orta əsrlərdə olub belə hallar, yəni tarix bunu göstərir. Və onda da sual yarana bilər ki, niyə o cür vacib xəstəliklər yox, məhz vərəmlə bağlı gəlib, biz burada sizlə belə söhbət aparırıq. Yəni, o xəstəliklər artıq kökü kəsilib demək olar ki, onu ancaq kitablarda oxuyurlar. Yəni, belə tək-tük olsa da tez müalicəsi də var, üstünə də düşürlər, peyvəndi də var, tez də qurtarır. Lakin vərəm xəstəliyi onlardan qat-qat zəif xəstəlikdir. Ancaq vərəm xəstəliyinin keçiciliyi və vərəm xəstəliyinin fəsadları onlardan həddindən artıq böyükdür. Ona görə biz bu sahəyə diqqətimizi yönəltmək istəyirik. Ola bilər ki, hansısa bir sual sizi maraqlandırsın, dərhal əlinizi qaldırın, mən cavab verim, ya təlimçi cavab versin. Yəni, sual verməkdən çəkinməyin. Biz bura ona görə gəlmişik, siz bizə çoxlu suallar verəsiniz. Yəni, bunu əslində qurulur. Biz ona görə buradayıq. Yəni, biz bunu onlayn da eləyə bilərdik. Sadəcə olaraq biz nəyə görə bunu belə canlı elədik ki, interaktivlik olsun, suallar olsun. Yəni, bax, bütün bunların hamısını mən açıqlamada nəyə görədir? Biz nəyə görə seçmişik şagirdləri? Bax, siz nəyə görə? Biz əvvəlki 10 ildir biz fəaliyyət göstərir bizim təşkilat. Bu 10 ilin içində biz işləmişik gənclərlə, biz işləmişik ailə qadın uşaq mərkəzlərində, biz işləmişik vərəm dispanserlərində yatan pasientlərlə, eyni zamanda tibb bacılarından, həkimlərlə, yəni bütün bunlar bizim sahələr, maarifləndirmənin müxtəlif sahələridir. Nəyə görə biz seçdik orta məktəbi? Çünki biz araşdırmalarda baxdıq ki, vərəmlə xəstəliklərin arasında uşaqlar həddindən artıq çoxdur. Biz statistika götürdük. Ağciyər Xəstələri İnstitutundan, Səhiyyə Nazirliyindən, Ağciyər Mərkəzindən və statistika bizə nəyi göstərdi? Bizə lazım idi, bir dənə sual qoymuşduq qabağımıza. Azərbaycanda, ya daha doğrusu Bakıda, Bakı şəhərində 7 yaşından 17 yaşına qədər olan uşaqlar arasında vərəmlə xəstələnmə halları ən çox hansı rayonlarda daha çoxdur? Və statistikanın gətirib bizə, analiz bizə gətirdi, göstərdi ki, rayonları ki, harada bunlar daha çoxdur. Onlardan biri də Suraxanı rayonudur. İndi biz demirik, məhz bu məktəbdə ya digər məktəbdə, ancaq rayon götürülür. Qeyri-hökumət təşkilatlarına Dövlət Dəstəyi Agentliyi tərəfindən ayrılır və o Azərbaycanın bizim milli donordur, 5 ildir fəaliyyət göstərir və bu cür layihələri maliyyələşdirir. Yəni, bunlar hamısı elə-belə yaranmır. Mən istədim, gəldim belə bunu danışmağa. Yox, belə olmur. Bunlar hamısı nəzarətdə olur, bunlar hamısı yoxlanılır, bunlar hamısı layihə formasında yazılır və arqument verməlisən ki, niyə bu vacibdir?
Biz vacibliyi izah elədik artıq nəyə görə ki, bu yaşda xəstələnənlər çoxdur. Niyə çoxdur? Məlumatsızlıq azdır. Harda azdır? Falan rayonlarda, biri də bu rayon. Yəni ona görə biz sizlə indi buradayıq, sizlə söhbət edirik və sizlə bu vacib mövzunu araşdıracağıq. Təlimçi özü də beynəlxalq sertifikatlıdır, xüsusi təlimlər keçibdir və bu sahə onun sahəsidir birbaşa olaraq. Düzdür, həkim deyil, tibb sahəsidir. Tibbdən sualınız olsa mən cavab verəcəm. Yerdə qalan sualları Kənan müəllim cavab verir. Mən də öz növbəsində məktəbin rəhbər heyətin, əziz müəllimələr, şagirdlər, hər birinizi salamlayıram. Arxa sırada səs yaxşı gəlir, eşidirsiniz? Lap gözəl. Ümumi bir sualdan başlayaq. Vərəm deyiləndə kimlə başa düşür? Vərəm belə başa düşürük ki, güclü öskürək olur, ağciyərlərdə zədələnmə olur, bəlğəm biz eşitdiklərimizdən də, gördüklərimizdən, eşitdiklərimizdən budur, başqa məlumatımız yoxdur. Xəstəliyin yoluxma yolları ağciyər vərəminin ən geniş yoluxma yolları hava damcı yolu ilə. Baxın diqqətlə danışmaq, asqırmaq, öskürmək. Bir də vacib məqam var burada qırmızı hərflərlə yazılıb. Yəni yoluxma xəstələnmə demək deyil vərəmdə. İnsan var, yoluxur, hansısa bir vərəm müəssisəsində yoluxa bilər və yaxud avtobusda, metroda yoluxa bilər xəstəliyə, amma yoluxma hələ xəstələnmə demək deyil. Çünki insanda immun sistemi var. İmmun sistemi nə vaxt zəifləyərsə, nə vaxt aşağı düşərsə, o zaman insan artıq xəstələnir. Xəstə insanda necə büruzə verir əlamətləri, artıq burada xəstəliyin əlamətləri çıxır ortaya. Simptomlar, baxın diqqətlə. 2 həftədən çox sürən quru öskürək, qızdırmadır, gecə tərləmələrdir, iştahsızlıqdır, sinədə ağrılardır, zəifləmədir. Şəkildədir, baxın, öskürən insan görürsünüz, sinədə ağrı, qaburğası görsənmiş, zəifləmiş insan, üşüyən insan. Bir dənə bu simptomlara diqqətlə baxın. Bu simptomlar kimdə varsa, fərq etmir. Yəni bu ancaq vərəmdən xəbər verməyə bilər. Sadəcə vərəmin simptomları bunlardır deyə biz bunları göstəririk. Bu simptomlar kimdə varsa, misal üçün öskürəyə qarşı gedim aptekdən dərman alım və yaxud qızdırmaya qarşı gedim qızdırma dərman alım. Bu düzgün yanaşma deyil. Mütləq şəkildə, yəni bu simptomlar varsa, həyəcan siqnalı var, yoxlanmaq mütləqdir. Ətrafınızda da kimsədə olarsa, mütləq şəkildə yoxlansınlar. Siz gənclərə də, baxın, bugünkü mövzumuz vərəm haqqında əlinizdəki broşürlərdə də qeyd olunub. Bacardığınız qədər siz də öz ətrafdakı yoldaşlarınıza bildirin, məlumat ötürün. Nə öyrəndiniz? Simptomlardır, yoluxmadır, sağalmadır, vərəm haqqında bacardığınız qədər məlumat ötürün ki, onlar da maariflənsin, onlar da biliyor olsunlar. Bizim təşkilatın aktivistləridir. Yəni biz təkcə Bakı şəhərində fəaliyyət göstərmirik, Azərbaycanın digər bölgələrində də fəaliyyət göstəririk, maarifləndirmə işləri aparırıq. Bugünkü layihəmiz təbii ki, sizləndir, şagirdlərləndir. Bizdə xəstəxanalarda olub maariflənmə işlərimiz, ailə qadın mərkəzlərində olub, gənclərlə olub. Yəni bir çox yerlərdə bizim işlərimiz olub. Vərəm və sosial stereotiplər. Bəzən deyirlər ki, vərəm xəstəliyi yalnız kasıblarda olur. Kasıbdırsa onda vərəm olur, varlı insanlarda vərəm olmur. Bu düzgün bir düşüncə deyil. Sizə bir misal çəkəcəm. Bizdə Azərbaycanlı bir milyonçu olub, bəlkə adını eşitmişsiniz, Murtuza Muxtarov. Murtuza Muxtarovun gənc oğlu Fransada təhsil aldığı müddətdə vərəm xəstəliyinə yoluxur və təəssüflər olsun ki, xəstəlikdən həyatını itirir. Təbii ki, o vaxt müalicəsi olmurdu, amma yenə də milyonçu oğlu xəstəlikdən həyatını itirir. Düzdür, varlı insanlar kasıb insanlara baxanda daha komfortlu həyat yaşayır, daha yaxşı qidalanma olur, onlar daha yaxşı yeməklərdən istifadə edirlər, qalın geyinirlər, evləri isti olur. Kasıblar ola baxanda, bəli, biraz soğuk yerdə qala bilərlər, immun sistemləri zəifləyə bilər, zəif qidalana bilərlər. Bu rol oynayır, amma bu o demək deyil ki, varlı xəstəliyə yoluxmur. Mən hətta bir dəfə görmüşdüm xəstəxanaların birində varlı bir ailənin gənc oğlu, təəssüflər olsun ki, vərəm xəstəliyinə müalicə alırdı. Onun da immun sistemi zəiflədən hallar olmuşdu, narkotik istifadə edirdi. Yəni, bunlar da vacib amillərdir. Onlar, yəni, heç vaxt düşünməyin ki, yalnız kasıblardır. Xəstəliyi varsa, kasıbı da tuta bilər, varını da tuta bilər. Yəni, xəstəlik gələndə qapını döyüb gəlmir. Vərəm xəstəliyi olanda indi həkimə gedir, düzdür. Bəs həkimin özü ya da məsələn avtobusda ona xəstələnməyib. Vərəm o qədər yoluxucudur axı ona görə. Bu vərəm çöpləri demək olar çox insanda var.
Sadəcə o çöplər insanda ölmüş formadadır, yatmış formadadır. O nə vaxt insanda aktivləşir? İnsan immun sistemi zəifləyəndə artıq o çöplər üzə çıxır və bayaq bildirdim, yoluxma xəstələmə demək deyil. Yoluxmuş insan var, xəstələnmiş insan var. Xəstələnmiş insanda artıq simptomlar üzə çıxır. Öskürək, qızdırma, gecə tərləmələri, ağrılar, bəlğəmdə qan da ola bilər. Biz göstərmişik birincini qırmızı ilə. Ancaq əvvəllər bu ola bilərdi yuxarıda olsun. Yəni fərqi nədir? Rengen və bəlğəm. Gəlin bir dənə belə balaca bir, yəni bu tibb sahəsi deyə, ona görə mən biraz istədim müdaxilə edeyim. Mən sualları da eşitdim, məsəl üçün, eyni zamanda cavabları da. Yəni, bax, fikir verin, siz şagirdlərsiz və qarşınıza məqsəd qoymusunuz. Abituriyent olmaq, ali məktəbə daxil olmaq və yaxud da ki, həyatda digər peşəyə yiyələnmək, bunlar hamısı sizin qarşıya qoyduğunuz, yəni ki, yaxın strateji mövqedir. Yəni ki, siz buna köklənmişsiniz. Müəllim yanına gedirsiniz, təhsilinizi gücləndirirsiniz və məqsədinizə çatırsınız. Biz bunu lap axırda son slaydda olan şəkil olacaq, orada bir də izah edəcəm. İndi hal-hazırda gəlirik bunun üstə. Yəni diaqnoz necə qoyulur, dedi təlimçi. Diaqnoz nədir? Xəstəliyin adıdır. Sən əgər nəyisə müalicə, həkim məsəl üçün qarşısına məqsəd qoyursa nəyisə müalicə eləsin, birinci bilməlidir o nədir və o necə müalicə olunur. O necə müalicə olunur, ona öyrədiblər universitetdə. Ancaq sadəcə olaraq onu necə tanımaq lazımdır. Və bu əsas amil budur. Məsəl üçün siz yaşayırsınız burada Suraxanı rayonunda, ola bilər gələn həftə gəzməyə getdiniz Lerikə. Və orada birdən özünüzü pis hiss elədiniz. Siz təzədən Suraxanıya qayıtmalı deyilsiniz ki, gəlib həkimə. Siz elə birbaşa orada həkimə müraciət edirsiniz və sığorta qarşılayacaq hamısını. Yəni bu qanun artıq işləyir neçə illərdir. Yəni eləcə də vərəmlə bağlı deyə bilərsiniz ki, biz hardan bilək ki, vərəm hansı dispanserdə necə sizə onu bilməyə ehtiyac yoxdur. Əgər bilmirsinizsə, orada problem yoxdur. Siz ailə həkiminə, poliklinikaya yaxınlaşırsınız, simptomlar yoxlanılacaq. Əgər vərəm şübhəli varsa, onlar özü yönəldirəcək sizi. Yəni bundan çəkinmək, qorxmaq, vərəmi gizlətmək deməkdir. Məsəl üçün mən insanım, hamımız, mən də insanam, mən də xəstələnə bilərəm. Və yaxud yoldaşımız yaxşı sual verir ki, necə vərəmdən qorunmaq olar? Bax, indi slaydlar gəldikcə deyir, vərəmdən qorunmağın birinci yolu ondan qorxmamaqdır. İkinci yolu sağlam həyat tərzi sürməkdir. Risk faktorları indi danışacaqdır təlimçi. Yəni konkret olaraq, yəni ki, vərəmdə ağciyərləri zəiflədən, orqanizmi zəiflədən, immun sistemi aşağı salan, yəni təsirli vasitələr, onlardan uzaq olmaq lazımdır. Birinci siqaret çəkmək immun sistemi zəiflədir. Yəni alkoqolli içkilərdə, yəni pis vərdişlər, alkoqolli içkilər, eyni zamanda düzgün yuxu olmayanda, istirahət düzgün qurulmayanda, bütün bunların hamısı gətirir və mühit. Ola bilər ki, məsəl üçün, bax, belə bir sual verim sizə. Kim istəsə cavab versin, sizin cavablar bizə vacibdir. Yəni, belə bir sual verim. Tutaq ki, məsəl üçün, mən sizi kimi bir şagirdəm və mən vərəmlə xəstə olmuşam. Yaxınlaşmışam həkimə, həkim mənə deyib ki, səndə vərəm xəstəliyi var. Mən iki yolum var. Ya ona inanmıram, gizlədirəm xəstəliyimi, gəlirəm sizin aranızda dərsdə otururam və mən başlayıram xəstəliyi yaymağa. İnanmıram da, ancaq xəstəliyi yayıram aktiv. Və ya ikinci yol, mən buna ciddi yanaşıram, yaxınlaşıram həkimə, bunu mən necə müalicə edə bilərəm və həkim məni yönləndirir vərəm dispanserinə. İndi bu iki yolundan ikisində də mən sual qoyum, məsəl üçün, hansında real olaraq siz deyə bilərsiniz ki, məsəl üçün, mən düz elədim. Və səhvim nədəydi, düzüm nədəydi? Kim deyə bilər? Biri var, məsəl üçün, gəlib uşaqlara da yaymaq. Biri var ki, mənə qoyulan diaqnoza riayət eləmək. Müalicə onda üstüyüm odur ki, sağ qalacam, amma dərsdən qalacam. Amma nə? Dərsdən qalacam. Sonra? Amma gəlsəm, dərsdən qalmayıb yayacam. Məncə belə bir vəziyyətdə başqa bir tibb müəssisəsinə gedib yenidən müayinə olmaq daha məsləhətə uyğun olardı. Yəni daha dəqiqləşdirmək üçün daha sonra müalicəyə başlamaq. Nəyi dəqiqləşdirirsən? Məsələn, başqa bir tibb müəssisəsində daha yenidən yoxlanmaq. Bir də həmin olmaq üçün. Bəli. Düzgün cavabı mən də deyim. Hər biriniz düz dediniz. Sadəcə ümumiləşdirək də gəlin. Bax, xanım dedi ki, bəli, ikinci variantı seçirəm ki, gedib müalicə olmalıyam mən. Bəli, düzgündür. Oğlan adı nə idi? Əcəb. O belə dedi ki, yəni nə dedi? Dedi ki, sadəcə olaraq mən seçirəm ki, konkret olaraq ya qalsam, evdə qalsam, müalicə olsam, dərsdən qalacam və yaxud da ki, gəlib dərsdə iştirak edəsəm, hamını yoluxduracam. Bax, bu da düzgün. Ən optimal cavab sizin cavabı oldu, yaxşı. Yəni nəyə görə? Konkret o, bu dəqiqə Ümumdünya Səhiyyə Təşkilatı
vərəmi müalicəsini ambulator sistemə keçirilir. Yəni bilirsiniz ki, müalicə iki cür olur da. Ambulator, bir də stasionar. Fərqi nədir? Ambulator həkimin yanına müntəzəm gedib gəlib dərmanı alıb öz işi ilə məşğul olursan. Stasionar müalicəsi orada yatırsan, qalırsan və orada müalicə olunursan müəyyən qoyulmuş qaydaya görə. Xəstəyə tərxi açılır və belə. Fərqi nədədir? Vərəmi müalicəsini keçiriblər ambulator rejimə. Yəni o demək deyil ki, stasionarda yatmırlar. Yox, ağırlaşma halı olubsa, kimsə ağırlaşma ilə yaxınlaşıbsa, o 3% timsalında var, stasionarda yata bilər. Mən həkimə getmirəmsə və yaxud da ki, siz dediyiniz kimi, mən diaqnozu təsdiq etmək üçün burada inanmıramsa, başqa bir həkimə gedirəmsə, o da bir yoldur. Ancaq sadəcə vaxtı uzatmaqdır. Çünki orada da inanmaya bilərsən, cavabları bir-birinə əks qoya bilər. Yəni bu insana verilmiş bir xüsusiyyətdir ki, dəqiq inanmaq istəmir ki, bunda belə bir xəstəlik var. Ancaq bir dəfə analiz göstərsə, o hər yerdə göstərəcək. Yəni bu vacibdir. Yəni ona görə də konkret olaraq yaxınlaşmaq lazımdır həkimə. Həkimin qoyduğu, verdiyi tövsiyələrə əməl etmək lazımdır. Bu vacib şərtdir. Uşaq anadan olanda doğum evində birinci dəfə vərəm vaksini vurulur ona və sonra müəyyən bir vaxtdan sonra revaksinasiya deyilir. Yəni təkrar bir də vaksin vurulur. O onun bədənində müəyyən immunitet yaradır, immun sistemi yaranır. Birincisi, hələ ana bətnində inkişaf gedən zaman ananın immuniteti ona keçir. İkincisi, o vaksina vurulur, BCG deyilən vaksina var. Və sonra revaksinasiya olunur. Mantu test isə nə vaksin deyil, nə də müalicə deyil. O sadəcə nəyi yoxlayır? Bədənin müqaviməti nə vəziyyətdədir? Məsəl üçün, gəlin belə götürək. Tutaq ki, o müəlliməyə də vurublar, mantu, mənə də vurublar. Mən vərəm xəstəxanasında işləyirəm, o məktəbdə işləyir. Məndə qırmızı böyük göstərəcək. Yəni, məndə göstərir ki, ən yüksək risk faktorundayım, mən vərəmin içindəyəm, mən birinci xəstələnəcəm, əgər özümü qorumasam. Ancaq o kənardadır, ola bilər o xəstələnməsin. Yəni, o mantu bir dənə onu göstərir. Aktiv bir vərəm xəstəsi tanıyırsınız. Onun birinci yoxlanmağı, müayinəsi hansıdır? Hansı məsləhət görərdiniz? Keçsin, nə analiz versin? Bəlğəm? Bəli. Çünki bəlğəm mütləqdir. İlk həftələrdə, ilk aylarda vərəm ağciyərdə görsənməyə bilər. Biz vərəmin tarixindən danışdıq, əlamətlərindən danışdıq, yoluxmasından danışdıq. Ümumiyyətlə, vərəm xəstəliyi müalicə olunan bir xəstəlikdir. Ümumi bir sualdır. Biz həkimə müraciət edə bilərik. Həkim o xəstəliyi bilir və onu müalicə edir. Yəni, xəstəlik tam sağlam bir xəstəlikdir. Bəli. Başqa əlavə eləmək istəyən var? Yəni biz bu məlumatlardan sonra, yəni bunu hiss eləsək, belə bir şey istəsək, vaxtında müraciət eləsək, yəni o daha da ciddi fəsadlar verməmiş, qabağını almaq olar mənim fikrimcə. Başqa fikir bildirmək istəyən var? Mən verəməm, bunun müalicəsi yüksək pul tutacaq, gedəcəm apteklər, yəni bu haqda düşünməyin. Çünki bu xəstəlik dövlət tərəfindən müalicə olunur. Vərəm xəstəliyin müalicəsi də ümumiyyətlə adi qrip kimi deyil. Məsələn, qripə insan yoluxur, qripdən xəstələnir. Gripi bir həftəyə, 5 günə, maksimum 10 günə sağaltmaq olur. Vərəm xəstəliyi üçün məsələn müalicə olunandan sonra ölüm riski var. Vərəmdən tam sağalan insan artıq digər insanlar kimi sağlamdır. Yəni o gələcəkdə vərəmdən öləcəm falan belə bir düşüncə yoxdur. Amma gələcəkdə yenə də, yəni vərəmə qarşı immunitet yaranmır. Vərəmdən xəstələnmiş insan gələcəkdə yenə vərəmə xəstələnə bilər. Və yaxud indi biz həssas vərəmdən danışacağıq və davamlı formadan danışacağıq onlar haqqında. Vərəmin həssas forması, yəni yüngül forması minimal 6 aydan başlayır müalicəsi. Bir də ona diqqətlə nəzərə yetirin. 6 aylıq müalicəni 2 aya, 1 aya. Baxın, bayaq əlamətlərdən danışdıq. Hansı əlamətlər idi? Quru öskürək, gecə tərləmələri, iştahsızlıq, arıqlama, ağrılar, bəlğəmdə qan, qızdırma, bəli. Bu əlamətlər bu insanda varsa, müalicəyə başlayanda artıq ilk həftələrdə əlamətlər yoxa çıxır. Və vərəmdən müalicə alan insan elə bilir ki, mən sağalmışam. Və həkimə deyir ki, doktor, mənim bütün əlamətlərim yoxa çıxıb və mən anadan gəlməyəm, çox yaxşıyam. Mən müalicə eləmirəm artıq. Və gedir, təəssüflər olsun ki, öz işinə davam edir, harada işləyirsə orada və yaxud yəni öz işləri ilə məşğul olur. Və təəssüflər olsun ki, müalicəni yarımçıq saxladığına görə 6 aylıq müalicəni 1 aya, 2 aya eləyib və dərmanları yarımçıq saxladığına görə təəssüflər olsun ki, elə hallar çoxdur. Həmən insan gedir, çox ağır formada xəstəxanaya qayıdır. Müalicəyə sadiqlik də, yəni bu xəstəliyin müalicəsi 6 aylıqdırsa, 6 ay davamlı olaraq həkimin dediyi qaydada xəstəliyin müalicəsi olunmalıdır. Ay dərmanı 3 gün içsin, 5 gün içməyim, 1 gün içsim, 2 gün içməyim olmaz. Həkim hansı qaydada təyin edirsə və o qaydada
qəbul olunmalıdır. Müalicə olduğu müddətdə də təbii ki, insan özünü qorumalıdır, yeməyinə fikir verməlidir, soyuğa verməməlidir özünü. Ümumiyyətlə vərəm xəstəsində davamlıq yaranmasın. Nə etməlidir? Biz səhv eləmiriksə biz həkimdən bir müalicəni alıb ən axırda təzədən yoxlanışdan testdən keçirik. Ondan sonra tam dəqiq cavab gələndən sonra biz xəstəxanalara ayrılırıq. Burada da yenə müalicənin vaxtında başlamaq lazımdır. Yəni nə qədər gecikdirsə, o qədər fəsadları daha da böyük olacaq və çətin sağala bilər. Vərəmdən ümumiyyətlə necə qorunmaq olar? Profilaktika yolları, qabaqlayıcı tədbir necə görə bilərik? Xəstəliyə yoluxmamaq üçün nə edə bilərik? Siz bayaq deyirsiniz ki, 6 ay müddətində müalicəni almaq lazımdır. Dərmanları davamlı şəkildə qəbul etmək lazımdır. Ümumiyyətlə sağlam insanlar özlərini vərəm xəstəliyi tutmuş insanlardan qorumalıdır. Necə qoruna bilərsən? Onlar da ünsiyyəti kəsməyə, yəni bir müddətlik kəsməyə lazımdır. Xəstəliklərdən qorumaq üçün vərəm xəstəliyi, məsələn, siqaret çəkirik, vərəm xəstəliyi oluruq. Məsələn, siqaret çəkməmək, yanımızda kimsə siqaret çəkirsə, ondan uzaq durmaq. Məsələn, dostlarımız, kimsə vərəm xəstəliyisə ondan uzaq duraraq. Zərərli vərdişlərdən ən başda tütündən uzaq durmaq lazımdır vərəmə yoluxmamaq üçün. İmmunitet güclü olmalıdır ilk növbədə. Bir də yeməyə, sağlam qidaya diqqət verilməlidir. Bir də ki, məsələn, metrodayıqsa insanlar maska taxmalıdır. Bir də məsafə milyon faiz qorunmalıdır ki, tutmayasan yəni. Düzgün qidalanmaq lazımdır. Adamın bədəninə zərər verdiyi şeylərdən hər şeydən uzaq dayanmaq lazımdır. Siqaretdən, nə bilim, spirtli içkilərdən. Çox insan olan yerlərdə maska taxmaq lazımdır. Sonra necə deyim, meyvələr yemək lazımdır. Zərərli vərdişlərdən uzaq durmaq lazımdır. Bəli, əlbəttə qidalanma mütləqdir. Yaxşı formada qidalanmaq, qorunmaq, insanları çoxlu təşkil elədiyi yerdə maskadan istifadə etmək, əllərimizi daima spirtləmək, daha sonra soyuqdan qorunmaq, nəmişlik yerdən qorunmaq, yəni bunlar da vərəmin risk qruplarına aiddir. Bəs maariflənmənin önəmi, bilikli olmanın önəmi nədir sizin üçün? Xəstəliyin qarşısını almaq, sonra xəstəliyin əlamətlərini öyrənmək, daha tez qarşısını almaq. Erkən diaqnoza müalicəyə yol açır və cəmiyyətin sağlamlığını qoruyur. Maarifləndirmə yanlış bilgilərin qarşısını alır. Yəni vərəm xəstəliyi haqqında. İlk öncə hər bir xəstəlik haqqında məlumatımız olmalıdır ki, özümüzü qoruya bilək və özümüzü qoruyaraq da bir çox xəstəlikdən uzaq dura biləcəyik. Ətrafımızda elə xəstəlikli olan insanlar ola bilər və bununla da həm özümüzü, həm də ətrafımızdakiləri qorumuş olacağıq. İmmun sistemi saxladıqsa, bilin ki, heç vaxt xəstələnməyəcəksiniz. Əsas budur. İmmun sistemi də saxlamaq üçün orada pillələr var. Düzgün qidalanma, düzgün istirahət, eyni zamanda yəni soyuqdan qorunmaq, bax o görürsüz o xanım ağzını bağlayıb. Yeri gələndə məsəl üçün qorunmaq üçün maskalardan istifadə etmək, əgər onu məsləhət bilirsə, deməli maska taxmaq istəyir. Bu qorunmanın bir yoludur. Vərəmin müalicəsində 3 sıra dərman var. 1-ci sıra, 3-cü sıra və 5-ci sıra dərmanlar. Yəni bu nə deməkdir? Get-gedə ağırlıq dərəcəsi, zəhərlilik dərəcəsi yuxarıdır dərmanın. Yəni hamınız bilirsiniz, yəni bilmirsə, yəni bir də nəzərdə saxlayın. Hətta vitamin də belə, hansı ki vitaminlər də dərmanlardır. Deyirik ki, biz vitamin immunitet üçündür. Bəli, ancaq yenə yadda saxlayın. Vitaminin özü də belə, istənilən dərman da hansı dərmanı götürsəz o zəhərdir. Bunu yadda saxlayın. Həmişə də mən bunu deyirəm. İndi xanım biologiya müəllimidir, o da bilir. Yəni bioloqlar da bilir. Yəni bunu bilin. Yer kürəsi mikroorqanizmlərlə yaranıbdır. Yəni yerin həqiqi sakinləri mikroorqanizmlərdir. Bunlar həmişə belə olub. İnsan özünü homo sapiens deyə bilər, özünü şuurlu insan deyə bilər. Ancaq yenə deyirəm, mikroorqanizmlər hökmranlıq edir yer üzərində. Bu dəqiqənin özündə də hər yerdə mikroorqanizmlər var. İstər xeyirli, istər ziyanlı, yəni əsas odur ki, var. Biz bir də şagirdlərlə deməli mikrob deyirik çox vaxt, biz bunu xəstəlik kimi götürürük. Mikrob xəstəlik demək deyil. Mikrob mikrobioloji orqanizm deməkdir. Yəni xırda, gözdən görünməyən canlıdır. Necə ki, mən sözümün əvvəlində danışmışdım, sizə deyirdim. Konkret olaraq biz nəyi göstərdik? Yəni, bugünkü təlim, ümumiyyətlə təlimlər, tədbirlər özünü inkişaf nəyin üstə qurulur? Hər kəsin qarşıya qoyduğu məqsədə çatmaq üçün. Necə ki, əvvəldə demişdim, indi də. Məqsəd qoyusuz qarşıya çatmaq ki, müəyyən bir pilliyə çatıb ali təhsil tələbəsi olasınız. Məqsəd qoyusuz ki, məsəl üçün, hər hansı bir peşəni dərindən öyrənib mütəxəssis olasınız. Onun üçün vacib deyil ali təhsil olsun. Yəni,
hər bir şeydə məqsəd qoymalı. Məqsədə də yalnız o adam çatır ki, səylə o istiqamətdə gedir və sonda nəticəyə çatır. Yəni ona görə bilmək lazım ki, bu təlimin özü də öyrədici bir rol oydu. Yəni bura daxil olanda siz bu zala yəni ola bilər çox şeyləri bilmirdiniz və ya səthi bilirdiniz və ya yadınızdan çıxmışdı. İndi buradan çıxanda artıq çox şeyləri bilirsiniz və ətrafınızda olanlarla da bu söhbətləri apara bilərsiniz. Statistika göstərir ki, bütün dünya üzrə 30 dənə ölkə seçilib ki, vərəm yükü orada daha çoxdur və Azərbaycan 30 ölkənin içindədir. Biz də varıq orada. Vərəm stigması ilə bağlı, yəni ki, gizlətmək, qorxmaq, yalançı miflər yaratmaq bu stigmada. Yəni vərəm stigması ilə isə Azərbaycanda 99%-dir. Demək olar ki, tam bütün Azərbaycanda bu var. Yəni ona görə deyirik ki, bu qorxmaq, stigmalaşdırmaq buna ehtiyac yoxdur. Sadəcə olaraq gərək konkret olaraq bilək, maariflənək və bunu ətrafımızda da çoxaldaq. Bununla biz öz tədbirimizi sona çatdırırıq və eyni zamanda biz 3 nəfər seçdik sizin aranızdan. Bizə lazım idi həmin suallara cavab verənlər çox oldu, danışanlar çox oldu, hamıya minnətdarıq. Biz düzgün cavabları, bir də qiymətli cavabları seçdik. 3 nəfəri biz seçdik, onları simvolik hədiyyələr vermək istəyirik onlara ki, bugündən bizdən sizə hədiyyə qalsın sadəcə olaraq. Əliyev Ər-Rəhman. Dünya Maliyeva Gülşən. Gülşən təbii ki. Şirinov Fərid. Təbii ki. Çox sağ olun, məktəb kollektivi, məktəbin rəhbərliyi, eyni zamanda da valideynlər, şagirdlər. Bu çox vacib bir mövzunu bizdən gəldiniz burada məsləhət eləməyə, öyrənməyə, hər birinizə təşəkkürümüzü bildiririk. Çünki bu çox həqiqətən də həddindən artıq böyük mövzudur, geniş mövzudur və bu sahəni genişləndirmək, öyrənmək və ətrafda yaymaq çox vacibdir. Bu günümüzün tələbinə çevrilmiş bir şeydir. Hər birinizə təşəkkür edirəm, çox sağ olun. Bax, bu gəldiyinizə görə minnətdarıq hər birinizə. Hörmətli Çingiz bəy və Kənan bəy, mən sizə rəhbərlik adından öz minnətdarlığımı bildirirəm ki, dəyərli vaxtınızı ayırıb bizim məktəbə qonaq gəlmisiniz və həyatımız üçün vacib olan məlumatları bugün bizə çatdırdınız. Biz bugün bütün kollektiv olaraq həm pedaqoji kollektiv, həm şagirdlərimiz vərəmin yaranma tarixi, onun yoluxma formaları, xəstəliyin müalicə üsulları, vərəmə yoluxmuş insanlarla davranış formaları haqqında geniş məlumat aldıq. Və az öncə də Kənan bəyin vuruladığı kimi vərəmin tarixinin qədim olduğu bizə də məlumdur. Hansı ki, deyilir ki, 5 min əvvəl də bu xəstəlik var idi. Arxeoloqlar hətta Misirdə qazıntılar apararkən mumiyaların üzərində vərəm izlərinə rast gəliblər. Və günümüzdə də hələ ki, bu xəstəliyin bəlası bizim üzərimizdədir və təbiblər nə edir? Bizi peyvənd edirlər, düzdür. Peyvəndlər bizi tam vərəmdən qorumasa da, amma ən azından bu xəstəliyin ağır formada keçməsinin qarşısını alır. Amma yenə də bugün çox sağ olun ki, Kənan bəy bizə o üsulları bizə öyrətdiniz ki, biz necə onlardan qorunmalıyıq və sizlərdən sadəcə bir xahişimiz var ki, bu məlumatlar ancaq sizdə qalmasın. Bunu öz yaxınlarınızla, dostlarınızla, ailə üzvlərinizlə bunu paylaşın və əziz şagirdlər, əziz pedaqoji heyət, biz sizə bundan sonra sağlam və xəstəliksiz bir həyat arzu edirik. Çox sağ olun, həm gəldiyinizə görə, həm bizi dinlədiyinizə görə.